Salam aleyküm, İki Təkər Bakı səhifəsinin izləyicilərim. Deməli, ən önəmli məsələlərdən biri səfər boyu üstünüzdə olan əşyalardır, gecə vaxtı aydınlatmadır, ondan sonra təkərlərdir. Yəni, bunlar çox önəmli məsələdir. Biz indi səfər boyu bunu mən qeyd eləmədim. Hal-hazırda da Masallı postundayam. Bakı istiqamətinə gedirik. Deməli, Bakıdan çıxanda yağışa da düşdüm. Gecəyə də qaldım. Həmçinin rayonlarda da elə. Buradan Street Motonun Nərmanov filialında Ülvi qardaşa, Rafael qardaşa həqiqətən səmimi qəlbdən təşəkkürümü edirəm. Mənə çox münasib qiymətə, baxmayaraq ki, İran istehsalı olan təkər verdi. Yağışda, yüksək sürətdə heç bir problem yaşamadım. Təkər də yeni alınıb, baxın. Sonra gecələr üçün belə işıqlandırma 3-4 rejimi var. Sarı, ağ, ikisi, bir də miqalkalı rejimi videolarda düşübdür. Bir də səfərin ən lazımlı olan şeylərindən biri Street Motonun mənə təklif elədiyi bagaj. Geniş həcmlidir. Həqiqətən bilmirəm buradan necə görsənir. Bir də ən çox nəyi diqqətimə çəkdi? Məndə başqa bagaj da olubdur. Küləyi yarma məsələsi. Məndə enli bagaj idi. Motosiklet yüksək sürətdə burnu yerlənirdi. Amma bunda elə bir şey yaşamadım. Şükürlər olsun. Yəni həqiqətən Street Moto bu məsələdə çox önəmli addım attı, yəni mənə köməklik elədi səfərim üçün. Bir də olmazsa olmaz USB çıxışı telefon üçün. Yaxşı amperaj verir, bir də telefon tutacağı. Yüksək sürətlərdə yerlənmir. Burada Street Motoya, Ülvi qardaşa, Rafael qardaşa, bir də bütün filiallarına təşəkkürümü bildirirəm ki, səfərdə mənə doğru seçim elətdirdilər. Mən də səfərimi başa vururam.